Salam müəllimlər. Keçən il MİQ və sertifikasiya imtahanında həddən artıq çox müraciət olunan mövzulardan biri də inteqrasiya mövzusuydu. Bilirsiniz ki, inteqrasiya mövzusunda keçən il sonu müəyyən dəyişiklik getdi. Yəni fənn üstü inteqrasiya ilə bağlı bir sıra dəyişikliklər baş verdi. Dəyişiklik də nə idi? Biz əvvəl məsələn tapşırığın şərtini oxuyurduq. Şərtdə əgər həyatla əlaqəli özünü göstərirdisə, avtomatik olaraq biz orada deyirdik ki, burada fənlər üstü inteqrasiya var. Amma artıq yeni dəyişikliyə əsasən biz bunu deyə bilmirik. Yeni dəyişikliyə görə şagird tapşırığı hal-hazırda icra eləyirsə, hal-hazırda o iş gedirsə, yəni şagird onu icra eləyirsə, bu zaman fənn üstü inteqrasiya götürə bilirik. Yəni müəllim şagirdə tapşırıq verir, buna gələcək zamanda eləməlidir kimi sadəcə tapşırıq verir və şagird heç bir iş icra eləmirsə, burada fənn üstü inteqrasiya götürə bilmirik. İndi şərtə baxırıq. Şərtdə deyir ki, müəllim biologiya dərsində şagirdlərə tapşırır. Hər qrup yer kürəsinin bir biomunda yaşayan canlıların adaptasiya xüsusiyyətlərini araşdırmalı. Həmin biomda son 50 ildə nəsli kəsilmə təhlükəsi yaranan növlərin say nisbətini tapıb, nəticələri qrafik və diaqram şəklində təqdim etməlisiniz. Görürsünüz, burada uşaq iş icra eləmir. Yəni şagird tapşırığı icra eləmir. Sadəcə müəllimin verdiyi tapşırığa qulaq asır. Müəllim də deyir ki, məsələn, falan işi görməlisiniz, falan işi görməlisiniz. Yəni malı müəllim. Şagird əgər burada, bayaq da dedim, işi icra eləmirsə, biz burada fənn üstü inteqrasiyaya yaxın dura bilmərik. Burada sadəcə və sadəcə fənlərarası inteqrasiyadan söhbət gedir. Çünki biologiya ilə riyaziyyatın və yaxud da ki, informatikanın inteqrasiyası gedir. Biologiyada müəyyən canlıların xüsusiyyətlərini araşdırır. Sonra da o tapdığı nəticələri qrafik və diaqram şəklində təqdim eləyir. Bu da riyaziyyatla ya da informatika ilə əlaqəli ola bilər. Ona görə də burada cavabımız sadəcə və sadəcə fənlərarası inteqrasiya götürülür. Yenə təkrarlayıram. Əgər şagird işi hal-hazırki zamanda icra eləyirsə, görürsə, burada artıq biz deyə bilirik ki, fənn üstü inteqrasiya var. Yox, əgər icra eləmirsə, sadəcə müəllimin ona verdiyi tapşırığa qulaq asırsa, tapşırığın şərtində eləməlisən, görməlisən, malı məli kimi şəkilçilər varsa, bu zaman biz fənn üstü inteqrasiya götürə bilmirik.